Hər birinizi yeni bir videodan salamlayıram. Bugün Linux əməliyyat sistemi quraşdıracağıq. Ümumiyyətcə quraşdırmamışdan öncə bu haqda biraz danışaq, biraz məlumat verim. Linux, Windows kimi bir əməliyyat sistemidir. Mənfi cəhətləri də var, müsbət cəhətləri də var. Bu haqda yükləyəndən sonra, sistemi quraşdırandan sonra ətraflı digər videolarımızda, əgər videoya maraq yaranarsa, ehtiyac olarsa, ətraflı məlumat verəcəm. Mən özüm çox az bir müddətdir istifadə edirəm. Əgər siz bir Android istifadəçisinizsə, Android əməliyyat sistemi Linux üzərində qurulub. Ən böyük üstünlüklərindən biri odur ki, demək olar ki, hər bir şey pulsuzdur. Bütün proqramları, özünün mağazası var. Oradan pulsuz endirib istifadə edirsiniz. Əməliyyat sisteminin özü belə pulsuzdur, heç bir lisenziya tələb eləmir. Bildiyiniz kimi Windows lisenziya ilə aktivləşdirilir. Düzdür, bəzən qanunsuz yollarla da aktivləşdirilir. Bu crack versiyalar, bunlar heç məsləhət görülən şeylər deyil. Ancaq qanuni şəkildə əgər siz bu sistemi istifadə edirsinizsə, siz lisenziya almalısınız. Lisenziyası da kifayət qədər baha qiymətədir. Bu söhbət əsas notebooklardan gedir. Biz notebooku ilk dəfə aldıqda onun üzərində heç bir əməliyyat sistemi olmamalıdır. Yəni bu bütün dünyada bu qaydadadır. Siz öz seçiminizə uyğun olaraq, bəlkə siz Windows istifadə eləməyəcəksiniz, bəlkə istifadəçi Linux istifadəçisi olacaq və yaxud tamam başqa bir əməliyyat sistemi olacaq. Sadəcə Windows çox geniş yayılmış bir əməliyyat sistemidir. Əksər iş yerlərində, ofislərdə, şəxsi istifadədə, yəni bazarda böyük pay sahibi olan bir əməliyyat sistemidir. Windows XP-dən üzü bu yana bütün versiyalar, hal-hazırda da Windows 11-dəyik. Ancaq yenə də Windows 7 istifadə edənlər var. Gördüyünüz bu notebookda da Windows 7 əməliyyat sistemidir. Ən köhnə versiyalarından biri olsa da ən çox istifadə olunan versiyalardandır. Yaxud da notebook istehsalçısı üzərində lisenziyalı Windows və yaxud Linux əməliyyat sistemi yazılı halda göndərməlidir. Bu ikisindən biri olur. Adətən birinci seçim olur. Çünki bu istifadəçinin seçimidir. Özü seçib, özü lisenziyasını alıb aktivləşdirməlidir. Lisenziya dedikdə təbii ki, bu Windows aiddir. Linux'un heç bir lisenziyası olmur, birbaşa yüklüyüb, yəni pulsuz şəkildə istifadə edilir. Və Linux'un birdən çox saysız hesabsız versiyaları var. Distro deyilir bunlara. Ən çox istifadə olunan Zorinos'dur, Linux Mint'dir. Bunlar Ubuntu'dur. Bunlar məşhur Windows versiyalarıdır. Ancaq adını eşitmədiyiniz yüzlərlə distrosu, yəni versiya deyək, bunlar var. Bugün biz Linux Mint istifadə edəcəyik. Linux Mint nəyə görə istifadə edirik? Çünki Windows'dan keçən bir istifadəçi üçün ən uyğun, Windows'a yaxın və asan interfeysi olan bir Linux distrosudur. Bu məsləhət görülür. Windows'dan keçən istifadəçilər üçün bu məsləhət görülür. Ona görə Linux Mint-i istifadə edəcəyik. Linux Mint-in saytına daxil oluram. Linux Mint-in saytında yükləmə bölməsi var. Burada bir neçə versiyası var. Aşağı düşdükdə biz bunu görəcəyik. Daha doğrusu download bölməsinə daxil olanda budur. Linux Mint Cinnamon Edition, XFC Edition və Mate Edition. Ən aşağıda gördüyünüz Mate versiyası zəif kompüterlər üçün nəzərdə tutulub. Ən zəif kompüterlər üçün belə deyək. Bu da orta səviyyəli. Cinnamon Edition isə ən son versiya, yəni müasir kompüterlər quraşdırmağa məsləhət görülür. Gördüyünüz bu kompüter i3-cü nəsildir, 2 GB RAM var. Bu notebook çox köhnə bir notebookdur və Windows 7 belə artıq buna ağır gəlir və mən XFC Edition-ı buna quraşdırmaq istəyirəm. Buradan hansı versiyanı seçsəz, sadəcə download bölməsinə keçid edirsiniz. Baxın, XFC Edition 3 GB-dır cəmsi və aşağıdakı linklərin hər birindən bu şəkildə daxil olaraq yükləyə bilərsiniz. Mən artıq yükləmişəm və kanalımızda Windows əməliyyat sisteminin yazılması videosu var. Həmin videoda mən bir flash kartda bir neçə sistemi Windows 7, 10, 11, Linux'un istədiyiniz versiyasını necə bir flash karta yükləyib və istənilən vaxt
həmin flash kartdan həmin əməliyyat sistemi quraşdırmanın qaydasını izah etmişəm. Ekranda gördüyünüz bu videodur. Bu videodan yararlana bilərsiniz. Belə deyək, doğru dillə desək, format flash kartının necə yaradılmasını izah etmişəm. Daha çox Rufus proqramından istifadə olunur bunun üçün, ancaq Rufusda bir flash karta cəmi bir sistem yaza bilirsiniz. Mən isə bu videoda bir flash karta tutumundan asılı olaraq istədiyiniz sayda sistem əlavə edərək onu istənilən kompüterə yazmanın qaydasını izah etmişəm. Hal-hazırda flash kartda gördüyünüz bu Linux Mint'in 2 versiyası var, Cinnamon və XFC. Mən bunu kompüterə birləşdirirəm. Quraşdırıldı və kompüteri yenidən başladaq. Biraz əvvəl izah elədiyim Ventoy proqramının ana səhifəsini görürsünüz. Burada Linux'dan başlayaraq üzü aşağıya doğru baxın. Windows 11, Windows 7, yenidən 11. Bir neçə versiyalarda Rus dilində, İngilis dilində hansı versiyalardan istifadə edirəmsə, hansı kompüterlərə yazılırsa, onların hər biri burada var və ikincini görürsünüz. Linux Mint 22.2 XFC Edition 64 bit və bunu seçirəm. Boot normal mod budur. Deməli, Linux bu şəkildə quraşdırılır. Biz Start Linux Mint eləyirik. Windows'dan fərqli olaraq quraşdırmamış biz Linux'u istifadə edə bilirik. İndi masa üstü açılacaq və biz quraşdırmadan Linux Mint'i istifadə edib daha sonra quraşdırmağa qərar verəcəyik. Budur Linux Mint quraşdırılmamış. Sadəcə birləşdirdiyimiz flash kartda olan ISO faylından bizə istifadəni təmin edir. Baxın, burada bildiyimiz start düyməsi deyək buna. Bu şəkildə daxil oluruq. Aşağı hissədə, yəni ki, bu sizə Windows'u xatırladır. Aşağı hissədə bildirişlər. Burada Wi-Fi işarəsi, batareyanın bildirişi, tarix. Hər birinə daxil olub. Misal üçün, gəlin birinə daxil olaq. Misal üçün, Firefox browser üzərində gəlib, Firefox'a daxil oluram. Budur, Firefox browserə daxil olduq, hələ bir sistemi quraşdırmamışıq. Bu şəkildə istifadəçiyə quraşdırmadan öncə seçim verir, yəni tam şəkildə istifadə elə, əgər bəyənirsənsə quraşdır, bəyənmirsənsə quraşdırma. Və burada gördüyünüz Linux, Install Linux Mint yazılıb. Buna toxunaraq əsas quraşdırmaya keçirik. İngilis dilini seçirəm, növbəti. Burada klaviatura dilini seçirik, sonradan əlavə edə bilərik. Azərbaycan dili klaviaturasının rus dili. Ona görə buradan da növbəti deyirəm. Burada Wi-Fi-yə qoşulub qoşulmamaq deyə bir seçim gəlir. Ona da qoşulmuram. Wi-Fi yoxdur deyirəm və növbəti. Bunu mütləq işarələyin. Multimedia kodekslərinin yüklənməsi. Bunu seçirik, növbəti. Buradakı seçimdə 3 seçim var burada. Birinci seçimdə Windows'la birlikdə istifadə etmək. Eyni kompüterdə bir neçə əməliyyat sistemi istifadə edə bilərsiniz. Misal üçün Linux'la Windows'u eyni notebookda istifadə edə bilərsiniz. Eyni diskə yüklürsünüz. Sadəcə kompüter işə düşdükdə seçirsiniz. Windows'la mı açılsın, Linux'la mı açılsın. Belə də istifadə edə bilərsiniz. Birinci seçim odur. İkinci seçim isə tamamilə Windows'dan çıxırıq, yəni Windows'a aid hər şey silinir, bütün yaddaş və Linux Mint quraşdırılır. Mən ikincini seçəcəm. Bütün Windows'a aid olan bütün fayllar silinsin, yaddaş sıfırlanıb Linux Mint quraşdırılır. Çünki kompüter çox köhnə kompüterdir, yəni Windows 7-ni artıq o qədər rahat işlədə bilmir. Əgər sizin də bu tip çox köhnə kompüteriniz varsa, artıq Windows'u qaldıra bilmirsə,
ona Linux Mint'in bu versiyasını yükləyib Windows'dan daha rahat şəkildə istifadə edə bilərsiniz bütün funksiyalarından. Ona görə də mən ikincisini seçirəm və növbəti deyirəm. Burada bizim cəmi 120 GB-lıq bir hard diskimiz var, onu göstərir və sadəcə buradan bu diska quraşdırılacağını bizə göstərir. Install now deyirəm. Burada şəhər seçimi gəlir, əllə də seçə bilərsiniz. Gördüyünüz bu Xəzər dənizinə yaxınlaşdım. Biraz aşağıdan Bakı və bura Bakı da yaza bilərdiniz. Növbəti bir ad seçirsiniz, kompüterə bir ad verirsiniz. Yazdım. Aşağıda notebook markası avtomatik qarşısına gəldi. Silə də bilərsiniz. Sadəcə laptop yazıram deyək ki. Qala da bilər və parol təyin eləməyimizi istəyir bizdən. Parol da yazaq. Və bundan sonra təsdiqləyirik. Və budur, Linux Mint kompüterimizdə quraşdırmağa başlayıb.
gəldi ki, artıq araşdırma bitib, siz yenə də test eləməyə davam edə bilərsiniz, ya da yenidən başlayıb sistemi tam istifadə edə bilərsiniz. Və təbii ki, yenidən başlayacağıq və bundan öncə flash kartı ayırmalıyıq ki, başlayanda yenidən Ventoy açılmasın. Flash kartı ayırdıq və restart now seçirəm. İlk açılışda biraz gec açıla bilər, bu normaldır və nəhayət açıldı. Login ekranındayıq. Bu şəkildədir. İstifadəçi adım orada və parolumu daxil edirəm. Enter'ə bastıq. Və budur qarşılama ekranı, qarşılama pəncərəsi. Xoş gəlmisiniz Linux Mintə. Burada videonu yekunlaşdıram. Kifayət qədər uzun oldu bu video. Əsas məsələlərdən birini qeyd edeyim ki, Windows'da, Microsoft Office-də yaratdığınız Word sənədləri, Excel, PowerPoint sənədləri, yəni onun üçün narahat olmayın. Artıq daxilində LibreOffice adlı alternativi quraşdırılıb onun və bütün sənədləriniz orada açılacaq. Demək olar ki, o qədər də fərqlənməyən həm Word-ün, həm Excel-in, PowerPoint-in, digər Microsoft Office əlavələrinin, proqramlarının alternativləri burada var. Bütün videolarınız, şəkillərini, yaddaşda olan fayllarınız burada açılacaq. Özünün mağazası var. Bildiyimiz və bilmədiyimiz bütün proqramların Linux versiyası da var. İstifadə etdiyimiz misal üçün Google Chrome'un var, Mozilla Firefox üzərində artıq gəlib. İstənilən bir proqramın saytına daxil olduqda yəqin ki, görmüsünüz Windows üçün, Linux üçün. Mənfi cəhətlərindən biri Adobe məhsullarını, Photoshop'dur, Premiere Pro'dur, burada istifadə edə bilməyəcəksiniz. Bunların alternativləri var. Bunların hamısı gələn videolarımızın mövzusudur. Bu pəncərəni bağlayıram. Biz bildiyimiz Windows Explorer kimi, yəni fayl menecerinə daxil olaq. Baxın, sürətli açılır. Windows'da bu belə açılmırdı. Düzdür, videonun əvvəlində göstərmədim. Çox fikirləşirdi, çox fırlanıb sonra açılırdı. Qovluqlara çox rahat giriş eləyə bilirik, geri qayıda bilirik bütün bölmələrinə. Hələ burada gördüyünüz kimi burada yenilənmələri var. Onlar da quraşdırılmalıdır. Ondan sonra daha stabil çalışacaq. Əgər video sizin üçün maraqlıdırsa, Linux əməliyyat sistemi sizin üçün ümumiyyətlə maraqlıdırsa, şərhlər bölməsində fikrinizi bildirin. Videoya kifayət qədər baxış, kifayət qədər bəyənmə gəlsə, əgər maraqlı olsa sizin üçün, gələcəkdə Linux haqqında videoları davam etdirməyi fikirləşirəm. Ən əsası da kanalımıza abunə olub bildirişləri açmağı unutmayın.